Herkese salam. Mən ingilis dili müəllimi Məmmədova Samira. Bugün mən sizlərə modal feillərlə bağlı yeni kiçik bir qaydanın izahını bölüşəcəm. Elə isə gəlin başlayaq. Başlamadan öncə nömrəmizi xatırladım. 077 325 70 77 nömrəsi ilə bizimlə əlaqə saxlaya bilərsiniz. Deməli, modal feillərdən sonra gələn feil məsdərdə olmalıdır. Bunu biz bilirik. You should go. Gördüyümüz kimi should modal feil, go isə məsdərdədir. Feilin birinci forması. Amma belə bir istisnamız da var ki, modal feillərdən sonra bitmiş zaman da gələ bilər. Gəlin yazaq nümunə cümləmizi. You should have, keçək, go-nu feilin üçüncü formasında yazaq. Gone. Tərcüməsi gərək kaş olacaq. Demək, peşmanlıq bildirəcək. Gərək gedəydin, kaş gedəydin. Bu şəkildə. Bizə testlərdə verəcək, məsələn, mübtədamızı verəcək, yazacaq, məsələn, sang. Mən variantlarda sadə olanları çıxacam, sadə olan modal feilləri çıxacam. Çünki bilirəm ki, modal feildən sonra gələn deməli, feilim mənim məsdərdə olmalıdır. Əgər burada görürəm ki, feilin üçüncü formasındadırsa mənim feilim, deməli, mən buradan sadələri çıxacam. Çünki həvli bir şey tapmalıyam. Bitmiş axtaracam. Baxacam variantlarda have üstəgəl feilin üçüncü variantı, üçüncü forması olsun. İndi baxaq testə. Bax elə buna. Məsələn, verilib spend, düzdürmü? Görürəm ki, feilim üçüncü formadadır. Spend. Spend, spend, spend. Üçüncü formadadırsa mən demək sadələri çıxmalıyam. Sadə modalları, modal feilləri çıxdım. Bəli. Burada bu testlərdə deməli tərcümə də lazımdır. They spend so much money on unnecessary things. Onlar gərək vacib olmayan, əhəmiyyətsiz şeylərə çox pul xərcləməyəydilər. Xərcləməyəydilər, inkar. Ona görə B variantını götürəcəyik. Digərinə baxaq. Məsələn, buna baxaq. Baxırıq, qələmimizi götürək. They stopped at the traffic lights. Stopped. Görürəm, deməli, üçüncü formadadır. İndi qaydalı feildir. Stopped, ed, düzəldi. Baxıram, deməli, sadələri çıxmalıyam, düzdürmü? Could-u çıxdım, might-ı çıxdım, ought-unu çıxdım, çünki sadə gəlməlidir. Ought, bunu da çıxdım. Niyə? Çünki ought-dan sonra to gəlməlidir. Ought to have olardı. Bəli, ona görə cavab B variantı. Bu qədər uşaqlar, ümid edirəm, anlaşıqlı oldu sizin üçün. Testin izahı da, qayda da bu qədər. İnşallah digər videolarda görüşmək ümidilə. Sağ olun.